Salam dəyərli tamaşaçılar, Hakim studiyasındayıq. Xoş gördük sizi yeni sayımızda. Bugün çox maraqlı bir mövzumuz var. Borc müqavilələrindən və ümumi borc münasibətlərindən danışacağıq. Əslində bu mövzu bizim bir neçə müddətli diqqətimizdə idi və cədvəlimizdə idi. Nəhayət ki, buna yer verə bildik. Sizə qonaqları təqdim eləmək istəyirəm. Bu mövzunu bugün bizlə müzakirə edəcəklər. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Zamiq Əliyev və Şərur rayon məhkəməsinin sədri Mehdi Əliyev. Təşəkkür edirik gəldiyiniz üçün. Bilirəm ki, hər iki hakim də iş yükü həddən artıq çoxdur və onlar bu yük arasından vaxt eləyib bizə diqqət ayırdılar və zaman ayırdılar. İstəyərdim mövzunu çox uzatmadan birbaşa mövzu ilə başlayaq. Zamiq müəllim, mövzuya sizinlə giriş eləmək istəyərdik. Ümumiyyətlə, mən elə gəlir ki, borc münasibətləri və borc müqavilələri ilə bağlı bəzən qarmaşıq fikirlər oldu. Yəni, insanlar düşünür ki, borc ancaq puldan söhbət gedir. Ona görə borcun hüquqi necə deyirlər, təyinatı, hüquqi termin kimi borc deyəndə nə nəzərdə tutulur? Burada ancaq borcun predmeti kimi puldan mı söhbət gedir, yoxsa bu müqavilənin əhatə dairəsi başqa şeylərdə əhatə eləyirmi? Siz də qeyd ediniz, bəli, bu günləri bizim müraciət etdiyimiz mövzu olduqca aktual bir mövzudur. Çünki biz deyə bilərik ki, mülki hüquq subyektləri arasında bəlkə də ən çox bağlanan müqavilə növlərinin başında borc müqaviləsi gəlir. Məsələ bu mübahisələrin aktuallığındandır ki, bu kimi ictimai münasibətlərin inkişaf edilməsi özlüyündə qanunverici orqan tərəfindən 2023-cü ilin 24 fevral tarixli qanunu ilə mülki məcəllələrinin borc adlanan 37-ci fəsli demək olar ki, yenidən işlənib hazırlandı. Əvvəllər borc öhdəlik münasibətlərində yalnız borc müqaviləsi və ya kredit müqaviləsinin adı çəkilirdisə, artıq həmin öhdəlik münasibətlərində borc müqaviləsi, kredit müqaviləsi, istehlak krediti və əlaqəli istehlak krediti növləri də müəyyən olunmuşdur. Azərbaycan Respublikasında iqtisadiyyatın bazar iqtisadiyyatı yönümlü olması, müasir dünyada bank hökumətlərinin günbəgün artması və bunun elektronlaşması, həmçinin texnoloji imkanların genişlənməsi vətəndaşlara imkan verir ki, artıq banklara getmədən müvafiq tətbiqdən istifadə etməklə kredit və ya borc əldə eləsin. Borc müqaviləsinin anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsində öz əksini tapıb. Həmin müqavilənin tərəfləri borc alan və borc verən olmaqla müqavilənin mahiyyəti ona gətirib çıxarır ki, bu müqavilənin əsas mahiyyəti borc verən pul və ya əvəz edilən əşyalara mülkiyyət hüququnu borc verənə mülkiyyətinə verməyi, borc alan isə borc verəndən aldığı eyni keyfiyyətdə, eyni miqdarda əşyanı qaytarmağı öz öhdəsindən götürür. Göründüyü kimi, burada borc müqaviləsinin predmenti və ya bu müqavilənin əhatə dairəsi yalnız pulla məhdudlaşmır. Burada istənilən əvəz edilə bilən əşya bu müqavilənin predmenti təşkil edə bilər. Bəs əvəz edilən əşya nədir? Mülki hüquqa görə say, çəki, ölçü ilə ifadə oluna bilən istənilən əşya əvəz edilən əşya sayılır. Düşünürəm ki, qısaca bununla bağlı misal qeyd etsək, daha yerinə düşmüş olar. İzləyicilərimizin bunu tam bilməsi baxımından. Deyək ki, hər hansı iki qonşu həyatında paralel olaraq tikinti bərpa işləri aparır. Qonşuların birində hər hansı tikinti materialı, məsələn, metlaq yapışdırıcı, kərpic və ya sement qurtarırsa, yaxın mağazalardan bunu əldə edə bilməyən qonşu işçi qüvvəsindən səmərəli istifadə etmək üçün digər qonşuya müraciət edir ki, bəs mənə işlə bağlı olaraq 100 ədəd kərpic və ya 5 kisə sement lazımdır. Həmin qonşunun təklifini qəbul edən qonşu əgər təklifi qəbul edirsə, burada avtomatik hər iki şəxs arasında əgər borcun həmin əşyanın dəyəri 3 manat keçmirsə, şifahi borc müqaviləsi bağlanmış olur ki, göründüyü kimi də burada müqavilənin predmentini yalnız pul yox, tikinti materialları da təşkil edə bilər. Çox təşəkkür ederiz Zamiq müəllim. Çox detallı və ətraflı giriş üçün. Mən elə istəyərdim burada mövzunu Mehdi müəllimdən davam edeyim. Orada siz özünüz də bəzi mövzulara toxundunuz ki, borc müqaviləsinin predmeti nə ola bilər və orada şifahi və yazılı müqavilələrlə bağlı məsələlərə toxundunuz. İstəyərdim Mehdi müəllim sizinlə borc müqaviləsi üzrə forma şərtlərindən danışaq. Çünki müqavilələrin demək olar ki, ən təməl məsələlərindən biridir. Qanunvericidə formanın nəzərdə tutulub-tutulmaması ilə bağlı. Ümumiyyətlə, borc müqaviləsi üçün belə bir forma nəzərdə tutulubmu və əgər tutulduğu halda şəxslər öz aralarındakı razılığa həyata keçirərkən bu müqavilənin şərtlərinə, yəni forma şərtlərinə əməl eləməyiblərsə, amma ortada da bir faktiki razılaşma varsa və məhkəməyə müraciət edirlərsə, sonrakı yaranmış bir mübahisə ilə bağlı, bu zaman məhkəmənin mövqeyi necə olur? Bu mübahisələrin taleyi necə həll olunur? Çox sağ olun, belə aktual bir mövzuya yer ayırdığınız üçün Ayşən xanım həqiqətən çox
aktual mövzudur, borc münasibətləri və məhkəmədə də baxılan işlərin əhəmiyyətli hissəsini məhz bu borc münasibətlərindən yaranan mübahisələr təşkil edir. Borc münasibətləri ilə bağlı əvvəllər ümumiyyətlə 739-cu mülki məcəllədə maddə və ondan sonraki maddələrdə borc münasibətlərindən toxunulurdu və Zaur müəllim də qeyd elədi ki, 2023-cü ilin fevralında mülki məcəlləyə edilən dəyişiklikdən sonra artıq borc müqaviləsi ilə bağlı fəsil yenidən işlənilmiş, onun kateqoriyası kimi kredit müqaviləsi fərqləndirilmiş və kredit müqaviləsindən isə xüsusi müqavilə növü olan istehlak krediti müqavilələri ayrı göstərilmişdir və bununla bağlı ayrıca forma tələbləri müəyyən olunmuşdur. Borc müqaviləsi ilə bağlı forma tələbi Zaur müəllim də qeyd elədi bayaq. Deməli, 3000 manatdan yuxarı məbləğdə yazılı formada bağlanır, 3000 manata qədər şifahi şəkildə borc verilə bilər və bu şifahi bir müqavilə hesab olunur. Sübutlara bağlı olaraq məhkəmədə də təbii ki, iddia qaldıra bilir borc müqaviləsi formasında və eyni zamanda tərəfin biri hüquqi şəxsdirsə, bu halda məbləğindən asılı olmayaraq müqavilə yazılı qaydada bağlanılmalıdır. Və yazılı qayda dedikdə belə biz nə nəzərdə tutuluq? Bəzən çünki bizdə yazılı sözü deyəndə həmişə bir sənəd nəzərdə tutulur, amma mülki məcəlləmizə bu dəyişən mülki hüquq münasibətləri ilə bağlı bir sıra mütərəqqi normalar əlavə olunmuşdur. Bunlardan biri də artıq elektrotexnikanın, informasiya texnologiyalarının inkişafı dövründə elektron əqdlərin mümkünlüyü məsələsi, məsafədən müqavilələrin bağlanması. İndi bəzən biz tez-tez rast gəlirik, banklar tərəfindən müxtəlif mobil tətbiqlər vasitəsilə video çəkiliş aparılmaqla müxtəlif elektron formada müqavilələrin bağlanması hallarına rast gəlirik. Bunun hüquqi əsası forması mülki məcəlləyə 2023-cü ildə əlavə düzəlişlə 331-ci maddədir ki, həmin maddədə artıq yazılı əqd dedikdə təkcə kağız daşıyıcı üzərində tərtib olunan deyil, eyni zamanda dəyişilməzliyi təmin olunan və davamlılığı təmin olunan elektron vasitələr üzərində daşıyıcılarda saxlanıla bilən, istənilən həm yazılı, həm də belə maqnit daşıyıcıda saxlanıla bilən elektron sənədlər yazılı müqavilə anlayışına gəlir. Yəni, başqa sözlə, daha belə açıq izləyicilərin də başa düşəcəyi dildə desə, yəni bir sözlə internet informasiya resursları vasitəsilə bağlanmış elektron razılaşmalar da yazılı əqd hesab olunur və bu baxımdan yazılı müqavilə hesab olunur və buna biz forma tələblərinə əməl olunmuş kimi qiymət veririk. Maraqlı sual ondadır ki, siz də bayaq qeyd edersiniz, bəzən olur ki, vətəndaş bu şərtləri pozubdur. Dostuna 10.000 manat borc veribdir. İndi bizdə də adətən belədir ki, insanlar yaxın dostluq və ya tanışlıq münasibətində onda biri-birindən borc istəyəndə heç kim gedib yazılı şəkildə müqavilə imzalamaq istəmir bəzi hallarda. Düzdür, son vaxtlar geniş yayılıb artıq yazılı müqavilələrdən də istifadə edirlər. Və bu halda təbii ki, burada bir fakt var, biri borc veribdir, amma bu borc müqaviləsi qanunvericiyə uyğun olaraq rəsmiləşdirilmir. Bəs bu necə olmalıdır? Yəni, ədalət mövqeyi nəzərən bu tənzimləyicisi olmalıdır. Burada məsələ budur ki, artıq bu münasibətlərə məhkəmə təcrübəsində biz münasibət, borc münasibəti kimi görünsə də ortada qanunvericinin tələbi baxımından borc müqaviləsi, razılaşması, yazılı qayda tərtib olunmadığına görə məhkəmə bunlara mülki qanunvericiliyin digər normalarını müvafiq surətdə tətbiq edir. Qanunvericiliyində əsassız varlanma deyilən bir anlayış var. Yəni, məsələn, mən bir şəxsə 3000 manatdan artıq məbləğdə pul vəsaitini hər hansı bir müqavilə olmadan verirəmsə və ortada da bir müqavilə yoxdursa, deməli, mən müqavilə olmadan ona pul vəsaiti vermiş oluram və o da payımın pul vəsaiti mənə geri qaytarmırsa, bu müqavilədən kənar əsassız varlanmış hesab olunur. Yəni, mən pul vəsaitimi özümdə saxlamaqla və heç bir müqavilə olmadan və vətəndaşın burada artıq belə şəxsin, üzr istəyirəm, yəni tələbi artıq pul tələbi olsa da, bu borc müqaviləsi üzrə pul tələbi olmur. Əsassız varlanmadan irəli gələn pul tələbi olur və ya şəxslər arasında əvvəllər deyək, şifahi borc münasibətləri olubdur. Şəxs birinə borc veribdir, yenə yazılı bir akt yoxdur. Lakin sonradan tərəf gəlibdir, öz aralarında razılığa gəliblər ki, həqiqətən mənim sənə məsələn 10.000 manat borcum var və bu borcu filan tarixdə qaytarmaq öhdəsində ötürürəm. Digər tərəf də razıdır ki, bu müddətdə bu borc ödənsin. Bir növ yazılı qaydada yenidən mövcud borcun etirafına dair bir mücərrət müqavilə. Yəni, faktiki həmin vaxt pul verilmir, lakin sonradan bunu öz aralarında rəsmiləşdirirlər. Bu halda da mülki məcəllərimizin 882-ci maddəsi var, mövcud borcun etirafına dair mücərrət müqavilə. Bu halda da iddia tələbinin qanuni əsası kimi çıxış edə bilər həmin maddə. Yəni, burada hansı qanun tətbiq olunması hakimin işidir. Yəni, sadəcə burada vətəndaşlar da, şəxslər də, izləyicilər də bilməlidirlər ki,
Yəni hər bir halda bir şəxs digər şəxsə pul vəsaiti veribsə, bu borc müqaviləsi kimi rəsmiləşdirilsə də, rəsmiləşdirilməsə də qanun onun haqlarını müdafiə eləyir. Lakin müqavilə bağlananda bunu sübut eləmək daha asan olur. Çünki müqavilə olanda artıq müqavilənin mövcudluğuna, pulun verildiyi yazılı sübutla təsdiq olunduğuna görə artıq qarşı tərəf sübut eləməlidir ki, həmin pul vəsaitini qaytarıbdır. Yəni burada sübut etmək üçün olur qarşı tərəfin üzərində. Buna görə də məhz bugünkü gündə banklar, kredit təşkilatları borc verərkən məhz yazılı və elektron formada tərtib olunmuş yazılı müqavilələrdən istifadə edirlər ki, sadəcə borcun verildiyini müqavilə ilə sübut eləyir, qarşı tərəf məhkəmədə sübut etməlidir ki, həmin götürdüyü kredit vəsaitini geri qaytarıb. Amma hər bir halda məhkəmədə bu işlərə baxılarkən məhkəmə bütün işin faktiki hallarını araşdırır. Burada müxtəlif sübut etmə vasitələri, şahid ifadələri, müxtəlif belə yazışma, messenger proqramları indi daha geniş yayılmış bilirsiniz də beynəlxalq yazışma messenger proqramları var, WhatsApp və digər yazışma proqramları. Həmin proqramlarda şəxslərin identikliyi, yəni nömrələrin tərəflərə məxsus olduğu məhkəmədə müəyyən olunursa ki, həqiqətən bu nömrələr bunların istifadəsində olub və onlar arasındakı yazışmalar, səsli mesajlar, bütün bunlar tədqiq olunur və hakim tərəfindən hansı hüquqi norma tətbiq olunmalıdırsa, əgər yenə deyim, yazılı etiraf varsa mövcud borcun etirafına dair, yazılı yoxdursa əsassız varlanmaya dair və bu kimi normalar tətbiq olunmaqla təbii ki, ədalət belə deyə bərqərar olur. Amma burada bizim deyəcəyimiz bu mövzunun aktuallığı mən düşünürəm bundadır ki, biz təbliğ eləməliyik ki, insanlar arasındakı, yəni əgər borc verilirsə, birincisi borc götürən özü təklif eləməlidir ki, mən sizdən borcu alıram, gəl bunu yazılı qaydada rəsmiləşdirək. Çünki borc verən bəzən utanır, bəzən çəkinir, bəzən ayıb bilir özünə, amma bu bir etika olmalıdır ki, birindən borc alarkən, xüsusilə iri məbləğdə 3000 manatdan yuxarı borc alarkən, yəni borc alan ən azı qarşı tərəfə təklif etməli ki, bunu rəsmiləşdirək ki, gələcəkdə məsuliyyət belə deyək də çətinlikdə yaşamasın. İstəyərdim Zamiq müəllim sizinlə konkret bir кейs üzərindən gedək. Şəxsin necə deyirlər, iqtisadi göstəriciləri bank qarşısında öhdəlik üçün kifayət eləməyibdir. Bank onu tərəf kimi görməyib, daha doğrusu ona kredit verməyib, kreditin necə deyirlər, təyinatından asılı olmayaraq və o bu tələblərə uyğun hansısa bir tanışından onun əvəzində kredit götürməsini və götürdüyü məbləği ona verməsini xahiş eləyir. Belə olan halda tərəf başqasının xeyrinə gedir, bank qarşısında öhdəlik götürür və hətta bəlkə üçüncü bir şəxsi cəlb eləyirlər, yaxud da əsas borclu orada zamin qismində imza eləyir və hansısa bir qaydada bu borc müqaviləsi həyata keçir. Bankdan həmin məbləğ götürülür və əslində imza atan şəxsin yox da digər bir şəxsin ehtiyacları üçün xərclənir. Sonra isə həmin şəxs ya borcun qaytarılmalı olduğu zamanlarda borcu ödəməkdən imtina eləyir, hər bir halda əsl məbləği götürən şəxs ondan istifadə eləmir, amma bank qarşısında borclu vəziyyətə düşür və həmin o məbləği digər şəxsdən ala bilmir. Belə bir кейs üzərindən geçsək, bu cür bir situasiyaya düşmüş şəxsin hansısa bir hüquqi müdafiə mexanizmi varmı? O hüquqlarını bir şəkildə müdafiə edə biləcəkmi, yoxsa hər bir halda bank onu cavabdeh kimi görəcək və o məsuliyyət daşımalıdır? Ayşə xanım, təəssüflər olsun ki, bugün bizim ictimai həyatımızda eyni zamanda məhkəmədə baxılan işlər üzrə bu kimliklərə tez-tez rast gəlirik. Ona görə təəssüflər olsun deyirəm ki, burada xüsusən də vətəndaşlar bank qarşısında hüquqi niyyətini gizlədir. Tövsiyə edərik ki, ümumiyyətlə vətəndaşlara bu kimi müqavilənin bağlamasından çəkinməyə dəvət edirik. Çünki yekunda bank qarşısında həmin müqaviləni bağlayan şəxsin özü məsuliyyət daşıyır ki, və onun üçün əlverişsiz vəziyyətin yaranmasına gətirib çıxarır. Bəli, siz bugün düzgün qeyd edirsiniz ki, şəxsin işlənməsi və yaxud da ki, işləyir, kifayət qədər əmək olunması və yaxud da ki, özünün bank qarşısında öhdəliyi var, buna görə problemli müştəri kimi qeydə alınıb, bank tərəfindən ona hər hansı kredit məbləği verilməsinə imtina etməsinə görə şəxs yaxınlarına və yaxud qohumlarına müraciət edir ki, bankdan bəs misal üçün 10.000 manat məbləğində kredit götürün verin mənə, ehtiyacımı qarşılayın, mən bunu sizin əvəzinizdən öhdəliyi yerinə yetirəcəyəm. Nəticədə isə təbii ki, o insanın iqtisadi imkanına buna imkan vermir, öhdəliyi yerinə yetirilmir. Həmin o bir-birlərinə ünsiyyətə yaxın olan insanlar arasında münasibətlərin pozulmasını gətirib çıxarır, həm də ki, məhkəmə müstəvisində mübahisələrin artmasına gətirib çıxarır. Bu günləri həmin tipli mübahisələrə baxan zaman biz ümumiyyətlə vətəndaşlar bundan çalışır kifayət qədər qanunvericinin tələbini izah edirik və bildirmək istəyirəm ki,
Əgər burada şəxs başdan götürdüyü krediti hər hansı üçün şəxsə versə belə, bu zaman kredit verən qarşısında öhdəlik məhz borc alanın özü daşıyır. Bu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431-ci və 443-cü maddəsinin tələbindən irəli gəlir ki, borclu kreditor qarşısında özü bilavasitə məsuliyyət daşıyır. Qanunvericilik belə olan hallarda borc alanın, yəni kiminsə xeyrinə pul götürmüş şəxslərin hüquqlarının qorunmasını istisna etmir. Təbii ki, bunun bir hüquqi mexanizmi vardır. Siz bayaq vurğuladınız, bəli, şəxs zamin kimi iştirak edir, burada birgə borclu olurlar. Zamini münasibətlərində və ya birgə borclu münasibətlərində bu kimi iddiaların hüquqi əsasını reqres iddialar təşkil etsə də, bəzən qaldıran iddialarda da bunu reqres iddia kimi qeyd edir. Əslində, bu tələblərin hüquqi əsasını reqres iddia təşkil etmir. Bu kimi hüquqi vəziyyətdə borc alan bank qarşısında ötəliyini tam icra etməlidir, yerinə yetirməlidir. Bundan sonra müvafiq sübutlarla məhkəməyə müraciət etməlidir öz hüququna müdafiəsi üçün. İstərdim ki, bu belə mübahisələrdə baxılmasından bağlı hansı sübutlar mühüm əmək kəsb edir, bunları ən azından bir təbliğat üçün bilirəm. Burada iş üzrə müvafiq iddiaçı, yəni kiminsə xeyrinə pul götürən şəxs, bankla arasında kredi müqayisəsinin bağlanmasını təsdiq edən sənədi, həmçinin həmin müqavilə üzrə öhdəliyin təsdiq edən sübutu və həmin məbləğin bir hissəsindən və ya tam hissəsinin öz tərəfindən həyata keçirilməsindən bağlı sübutları məhkəməyə təqdim edərək müvafiq üçüncü şəxsdən bunun tələb eləyə bilər. Bu kimi işlərə baxanda borcun miqdarının asılı olaraq və yaxud məhkəmənin qeyd etdiyi 3 manata qədərdirsə, artıq bunlar arasında baxılan tələbin hüquqi əsasının borc müqaviləsi və yaxud ondan yuxarı olsa isə, artıq burada əsassız varlanma məsələləri ilə bağlı biz alaraq toxunacağıq. Zamiq müəllimin fikrinə də əlavə olaraq bildirim ki, bizdə də bu təcrübədə bu cür hallara rast gəlinir və hər dəfə bu cür mənim adıma kredit götürmək, biz də onlara həmişə izah edirəm ki, sizin adınıza kredit götürmə bir hüquqi anlayışı yoxdur. Siz kredit götürüb başqasına borc vermisiniz və siz o borcu, krediti ödəyəndən sonra da və ya krediti ödəyə öhdəlik onsuz da sizindir. Zamiq müəllim dediyi kimi 3000 manata qədərsə alternativ sübut etmə vasitələri, 3000 manatdan yuxarısa yazılı olsa daha yaxşı. Olmasa digər, məsələn, icraatımızda bu cür iş xarakterli işlər olubdur. Bu kreditin götürülməsi, Zamiq müəllim dediyi kimi sübut olunur ki, həqiqətən bankdan kredit götürüb, amma o götürdüyü krediti yaxın qohumuna verməsinə dair heç bir sübut yoxdur. Hətta bəzən məhkəmə də bu məsələlərlə bağlı ədaləti bərpa etmək, bir ədalətli nəticəyə gəlmək üçün bəzən o iddiasını da vəsatətən təmin edib. Hətta banka belə kamera görüntülərinə bağlı sorğu verdiyim hallarda bu məlumatlar da bilirsiniz, müəyyən müddətdə saxlanılır bu görüntülər. Yəni bu halları əldə edəməyəndə artıq belə deyək də bunun məsuliyyəti, bunun belə deyək də ağır nəticələri, yükü qalır o iddiaçı tərəfin üzərində. Buna görə yəni biz həmişə belə deyək də həmişə bu məsələlərə elə yanaşmalıyıq ki, yəni mövqeyimiz bu cür olmalı ki, əgər mən sabah bu borc tələbi yerinə yetirilməyəndə bunu bağışlaya biləcəyəmsə həmin şəxsə, buyur, bunu sübutsuz təqdim elə həmin şəxsə pul vəsaiti. Yox, əgər mən bu pul qaytarılmayanda, bu qaytarılması üçün məhkəmədə tələb iddia sürəcəyəmsə, onda Zamiq müəllim dediyi kimi hansısa formada bunu ən az yazılı müqavilə olmasa da belə bir şahidlərin yanında hər hansısa bir elə bir qəbzə imza atmaqla, bir hansısa formada bir sübut saxlamaq lazımdır ki, yəni gələcəkdə belə deyək də dar vəziyyətə düşməsin və ya bəzən o iddialar rədd olunanda şəxs sanki məhkəmə qərarından belə deyək də ədalətsizliyi olduğu qənaətinə gəlir, amma həmin şəxsə də izah olunur ki, bu da sübut etmək üçün sizin üzərinizdədir. Yəni sizin pul verdiyinizi sübut eləməlisiniz ki, qarşı tərəfdə qaytarmadığı məsələsinə baxılsın. Bu baxımdan çox aktual məsələyə toxundunuz. Məsələn, vallahi Ayşə xanım, mən bir məsələndə düşünürəm ki, qeyd etmək daha yerinə düşər. Bəli, biz burada bir şeyə diqqət yetirməliyik ki, şəxs təkcə bankdan götürdüyü pulu qarşı tərəfə vermir. Bunu məzənin faizlərdə ödəyir. Əgər vaxtında ödənilmirsə, bundan bağlı da pulu da yaranır və müvafiq şəxsin xeyrinə borc götürülmüş şəxs bunları ödəməyə məcbur olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 20-ci maddəsindən, yəni zərər anlayışından çıxış eləyib. Həmin şəxs bunları təqdim edə bilər. Bəli, Mehdi müəllim burada vacib məsələ toxundu. Bəzən şəxslərin bir-birinə olan etimadından və yaxud da ki, bu hər hansı qohumluq əlaqələrindən bağlı olaraq pulu həmin üçün şəxs verəndə heç bir sübut təqdim edə bilmirlər. Təbii ki, bu da iddiaların rədd olunmasını gətirib çıxarır ki, vətəndaşların özlərinin təqsirliyi ucbatından məhkəmə qərarlarından narazı qalmasını gətirib çıxarır ki, biz də buradan yəni yaranmış şəraitdən
istifadə onlara bildiririk ki, hazırki, yəni həmin hüquqi şəraitin yaranmasının səbəbkarı məsələn onlar arasında olan qeyri-müəyyən və ya da qanuna zidd razılıqdır. İstəyərdim Mehdi müəllim, elə sizlə davam eləyək. Zamiq müəllim də o mövzuya toxundu, bu zamin məsələsinə. Zaminin də bircə məsuliyyəti nəzərdə tutulubdur. Və elə istəyərdim zaminin hüquq və vəzifələri barədə danışaq. Bəlkə elə bir hüquqları və vəzifələri var ki, onlar bizə aydın deyil. Bilsək, ümumiyyətlə heç hardasa zamin durmaq barədə də 2 dəfə düşünəcəyik. Və eyni zamanda zamin kimi kimsə, hər hansı birimiz zamin kimi bir müqavilədə iştirak eləyiriksə, bu zaman digər əsas borclunun borcu ödəmədiyi hallarda bizim hansı hüquqlarımız yaranır, ümumiyyətlə bu vəziyyətdən necə çıxış yolu tapa bilərik? Zaminlik ilə bağlı mülki məzələrimizin 470 və ondan sonraki maddələrində öhdəliyin təmin üsulu kimi zaminlik müqaviləsindən danışılır və zaminlik müqaviləsinin forması yazılıdır. Yəni tələb burada yazılıdır. Dediyimiz kimi burada da sənəd forması elektron formada da bağlana bilər. Bu da yazılı qəbul olunur. Amma bunun şifahi forması nəzərdə tutulmayıb qanunvericilikdə. Yəni zamini məsuliyyətə cəlb olunması üçün mütləq ondan bir yazılı əqd olmalıdır və ya elektron qaydada bağlanmış müqavilə. Zaminlik müqaviləsi ümumi öhdəliyin təmin üsullarından biri də zaminlikdir. Yəni əsas öhdəlik icra olunmasa, kim bunu belə deyək də təmin eləyəcəkdir? Bunlardan bilirsiniz ki, girov var, ipoteka var və zaminlik də bunlardan biridir və kredit münasibətlərində biz daha çox bu hala rast gəlir ki, banklar bir qayda olaraq iri məbləğlərlə bağlı öz məsuliyyətlərini, belə deyək də, öz risklərini sığortalamaq baxımından, problemli kreditlərin sayını aşağı salmaq baxımından zaminlik müqaviləsi zamin tələb edir. Hətta bəzən 2 və daha artıq zamin tələb edirlər, məbləğə görə bu dəyişir. Və zaminlik də ümumiyyətlə qanunvericiliyə görə əgər subsidiar məsuliyyət nəzərdə tutulursa, birgə məsuliyyət daşıyır. Yəni bəzən zaminliyi bizdə elə insanlar ilə başa düşür ki, bu bir formal bir imzadır. Mən formal imza çəkəcəyəm və etibar elədiyim iş yoldaşım, ya qohumum, ya dostum bunu yerinə yetirəcək. Amma təcrübədə bu hallara biz dəfələrlə, icraatımda olan dəfələrlə çoxsaylı işlərdə rast gəlirəm ki, yəni zamin iş yoldaşıdır, bəzən müəllim yoldaşıdır, bəzən nə bilim axı dövlət qulluqçusudur, xidmət yoldaşıdır. Bu hallarda rast gəlir, ya işdən azad olunur, artıq obyektiv səbəbdən ödəyə bilmir və ya elə subyektiv səbəblərdən başqa kreditlər, öz adında kreditlər, bir neçə kredit götürür, maliyyə vəziyyəti dəyişir, sahibkarlıqla məşğul olmaq istəyir. Yəni bir sözlə maliyyə vəziyyəti pisləşir və ödəyə bilmir. Bu halda həmin zamin çətin vəziyyətə düşür təbii olaraq və burada da zaminin bu cür ki, belə deyək də, zamin bu cür hüququ yoxdur ki, o öhdəliyin icrasına yayınsın. Çünki artıq yazılı müqavilə ilə onun elə mahiyyəti də odur ki, o ödəməsə əgər borcunu, mən onun əvəzinə təminat verirəm ki, mən onu borcu ödəyəcəyim. Təbii ki, onun ödədiyi borc o bağışlanma deyil, o zamin durduğu şəxs o pulu bağışlamır, onun borcunu. Yenidən reqres qaydada ondan öz pulunu tələb edə bilər. Və hətta bayaq zamanında toxunduğum məsələyə bizdə düzdür, təcrübədə bu hal tələblərdə görməmişəm mən, amma dəymiş zərəri də tələb edə bilər, həmin məhkəmə xərclərini də ondan tələb edə bilər, ümumiyyətlə əlavə faizlər ödəyibsə, nə ödəyibsə, yəni onun həmin öhdəliyin təmini kimi o hansı maddi məhrumiyyətlərə məruz qalıbsa, onları reqres qaydasında tələb edə bilər və zaminin hüquqları məsələsinə gələndə qanunvericilikdə zamin kreditor qarşısında borclu ilə eyni qaydada hüquqları var və ona borclunun hansı etirazları irəli sürə bilərsə kreditora borclu, həmin etirazları zamin deyini ilə kreditora qarşı irəli sürə bilər. Və burada maraqlı məsələlərdən biri də iddia müddəti ilə bağlıdır ki, zaminlik belədir ki, müqavilə münasibətləri başa çatdıqdan sonra bir ildən sonra artıq bu iddia müddəti 1 il hesab olunur. Yox, əgər müqavilə üçün son müddət nəzərdə tutulmayıbsa, bu zaman müqavilənin bağlandığı vaxtdan 2 il iddia müddəti beləliklə zaminlik münasibətlərində nəzərdə tutulubsa. Zamin də əsas borcundan tutulandan sonra reqres qaydasında məhkəmədə kimə zamin durubdursa, həmin şəxsə qarşı pul tələbi ilə bağlı iddia qaldırır və ödəməsinə dair sübutları da məhkəməyə təqdim etməklə belə də həmin iddia tələbləri də təmin olunur. Buna görə yəni bu cür izləyicilərə də müraciətimiz bundan ibarətdir ki, yəni zamin durarkən bu məsələdə diqqətli olsunlar ki, yəni əsas borcu ödənilmədiyi təqdirdə onların əmək haqqısına, gəlirlərinə və hətta əmlakına yönəldilməsi mümkündür. Bundan başqa həmçinin bir neçə məqama da mən toxunmaq istəyirdim ki, bu hazırda kredit bildiyiniz kimi Zamiq müəllim də qeyd elədi, 2023-cü ildən yeni borc müqaviləsi ilə bağlı normalar yenilənibdir və burada kreditlərlə bağlı ayrıca fəsil müəyyən olunubdur. Burada açıq deyə, yəni kreditor
baxımından, yəni istehlakçıların hüquqları daha çox qorunur. Çünki kreditor banklardır, onlar güclü tərəfdir, onların hüquqşünasları var, hüquq şöbələri var. Yəni bu baxımdan orada müəyyən istehlakçının xeyrinə, istehlakçının hüquqları haqqında qanun tələbləri baxımından yaxşı normalar müəyyən olunubdur. Və ümumiyyətlə burada kreditlərlə bağlı iddia müddəti Mülki Məcəllənin 745-ci maddəsinə əsasən 1 il müddət müəyyən olunubdur. Eyni zamanda gecikdirmələr üçün banklar Mərkəzi Bankın müəyyən etdiyi usul dərəcəsi həcmində gecikdirməyə görə pul tələb edə bilərlər və gecikdirməyə görə pul tələb elədikləri halda artıq əlavə dəbbə pulu, peniya adı altında başqa bir, belə deyək də, məhrumiyyətlərə məruz qoya bilməzlər borcluları. Eyni zamanda bu məsələlərlə bağlı Azərbaycan Ali Məhkəməsinin rəsmi internet saytında da dərc olunur. Hər kəs girib beləcə bu qərarlarla tanış ola bilər. Və burada da məsələn birgə borclularla bağlı məsələlər var ki, məsələn həmin ulduzlu qərarlardan maraqlı, bəlkə də hüquqşünaslar da izləyir bizi. 2911 nömrəli 2023-cü ilə aid qərar var ki, orada birgə borclular iddia müddətinin tətbiqini yalnız özünə münasibətdə tətbiqini tələb edə bilər. Yəni digər borclara münasibətdə iddia müddəti tətbiq olunmur. Bir xüsusi məsələni də toxunmaq istəyirəm. İstehlakçıların hüquqları ilə bağlı o qanun versiyasında qeydlər götürmüşəm. Bir daha diqqətinə çatdırmaq istəyirəm ki, istehlak krediti müqavilələrində dəyişən faizlər və ya gələcəkdə artırıla bilən faizlərlə bağlı müddəalar banklar belə bir bənd qoysalar belə o etibarsızdır həmin bənd. Çünki artıq tələblər sərtləşdirilib istehlak kreditinə müqaviləsi ilə bağlı. Eyni zamanda qanunvericilik istehlakçılara hüquq verib ki, istehlak krediti götürənlərə, yəni bu istehlakçı deyirik, vətəndaşa izah edirəm, istehlak kreditinin fərqi odur ki, bu şəxsi, ailə, öz ehtiyacları, yəni sahibkarlıq fəaliyyətinə bağlı olmayan ehtiyacları üçün götürülən kreditlərdir ki, bu kreditlərlə bağlı da 30 gün ərzində şəxs imtina eləmə hüququ var. Yəni kredit götürüb, sonra peşmanlayıb tez qaytarmaq istəsə 30 gün ərzində qaytara bilər. Bu halda təbii ki, həmin günlər üçün faizləri də ödəmək şərti ilə. Eyni zamanda gecikməyə görə banklar həmin şəxslərə qarşı illik faiz dərəcəsinin üzərinə 5% gəlməkdən artıq, yəni 5, yəni deyək ki, 12%-dən kredit verilibdir. Əlavə də gecikməyə görə 5% də üzərinə gəlib. Yəni 17%-dən artıq bundan peniya və ya başqa bir ad altında gecikmə faizi tələb edə bilməzlər. Və bu çox mühüm, belə deyim ki, normadır. Bu istehlakçıları çox banklar qarşısında qoruyan bir normadır. Və eyni zamanda bu hesablanmış gecikmə 180 gündən çox ola bilməz norması qanunvericiliyə müəyyən olunub. Bəzən məsələn bu hallara ola bilər ki, rast gəlmiş olsun ki, bankda müəyyən müddət 1 il gözləyir, 1 ildən sonra iddia qaldırır, 1 il ərzində kifayət qədər belə də gecikmə faizləri və digər dəbbə pulları hesablayır. Bu halda qanunverici istehlakçıları bu hallardan belə sui-istifadə hallarından qoruyur. Çox sağ olun Mehdi müəllim. Mənə elə gəlir ki, çox dəyərli məlumatlar verdik bu məlumatları almaq istəyənlər üçün, maraqlı olanlar üçün. Zamiq müəllim, istəyərdim sizlə son mövzunu, son sualı daha doğrusu müzakirə eləyək. Bu da kredit yaxud da hər hansı bir borc müqaviləsi üzrə borclunun öldüyü hallarla bağlıdır. Çünki hər bir halda insanlar arasındakı münasibətlərdir və münasibətlər bitmədən bir şəxsin ölümündən söhbət gedə bilər. Belə olan halda artıq kreditor ona verdiyi borcdan ümidini üzməlidirmi? Qeyd etdiyiniz məsələ axır vaxtlar məhkəmədə artan mülki iddia növlərindən demək biridir. Vərəsələr elə düşünürlər ki, bəs miras qoyanın ölməsi onun konkret bank qarşısında verilən öhdəliklərinin xitamına səbəb olur. Halbuki sözügedən məsələnin hüquqi həlli ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsindən qeyd olunur ki, yəni həmin maddənin mahiyyəti bundan ibarətdir ki, miras qoyanın vərəsələri onun kreditorları qarşısında öz paylarına mütənasib olaraq tam məsuliyyət daşıyırlar. Bəzən vətəndaşlar elə düşünürlər ki, qanunvericilikdə öz paylarına mütənasib deyəndə, məsələn, burada əgər 1000 manat məbləğində miras küçəsi qəbul edilibsə, elə bu həzmdə məsuliyyət daşıyırlar. Halbuki qanunvericiliyin mahiyyəti bunu bildiyimdə öz-özündə əks etdirmir, bunu bizə demir buna. Düşünürəm ki, bu hüquqi vəziyyəti, hüquqi şəraiti daha əhəmiyyətini, mahiyyətini daha yaxşı anlaşılması üçün biz izləyicilərimizə konkret misallarla bunu izah etməliyik. Təsəvvür edək ki, bir şəxs bankdan 1000 manat məbləğində kredit götürür və bu məbləği özünə məxsus olan, lakin digər banka aid debet kartına köçürür və qısa müddət sonra xarici ölkəyə səfər edir. Şəxs həmin məbləğin 9 manatını orada xərcləyir və ölkə ərazisindən qayıdanda yolda baş verdiyi
yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişir və onun debet kartında artıq 1000 manat məbləğində pul qalmaqda davam edir. Bundan xəbər tutan debet kartın məxsus olduğu bank həmin kart üzrə əməliyyatların aparmasını dayandırır və həmin məbləğin əldə edilməsindən bağlı artıq vərəsəlik məsuliyyətləri başlayır. Onu da qeyd edeyim ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarı vərəsəlik məsuliyyətlərində olduqca ciddi dəyişiklik gətirən bir qərardır. Mülk məcəllələrinin 1246 və 1271-ci maddələrinin Konstitusiyanın 29-cu maddəsinin 7-ci hissəsinə uyğunluğun yoxlanmasına bağlı həmin qərarla bağlı formalaşmış mövqe bundan ibarətdir ki, həmin qərarın qəbul edilməsindən sonra ölmüş şəxslərə münasibətdə artıq mirasın qəbul edilməsinin imtina prinsipi öz əksini tapıb. Yəni bunu daha sadə dildə ifadə etsək, 26 dekabr 2023-cü ildən sonra dünyasını dəyişmiş şəxslərə münasibətdə əgər onun vərəsələri 3 ay müddətində mirasdan imtina etmələri barəsində ərizə verməyiblərsə, avtomatik miras qəbul etmiş sayılırlar. Amma həmin qərarın qəbul olmasına qədər olan mirasın qəbul etmə proseduru isə əgər vərəsələr şəxsin ölümündən sonra 3 ay müddətində mirası qəbul ediblərsə, bunun da atalat orqanlarına ərizə verməklə və yaxud da ki, bunu faktiki ağalıq sahibi etməklə qəbul ediblərsə, bu zaman onlar mirası qəbul etmiş sayılırlar. Təbii ki, mirası qəbul etmiş vərəsə Azərbaycan Respublikası Mülk Məcəlləsinin 1306-cı maddəsinin tələbi baxımından artıq bank qarşısında tam məsuliyyət daşıyır. Sual ola bilər ki, bəs necə olur ki, mən 1000 manat məbləğində pul vəsaiti əldə etmişəm, miras kütləsi kimi mən 10.000 manata mı məsuliyyət daşımalıyam? Vərəsələrin bu zaman tam məsuliyyət daşınması üçün onların həm vərəsəlik icraatında, həm bu tipli iddialar məhkəmədə baxılması zamanı aktiv iştirakı zəruridir. Deməli, bu zaman Azərbaycan Respublikası Mülk Məcəlləsinin 1307-ci maddəsinin tələbindən görə miras əmlak siyahıya alınması layihəsində olmaqla vərəsə sübuta yetirməlidir ki, onun əldə etdiyi miras kütləsi miras qoyanın borclarından azdır. Yəni, mən qəbul eləmişəm 1000 manat, həqiqətən də ancaq bu günə ötəlik 10.000 manatdır. Bunun üçün nə etmək lazımdır? Çalışmaq lazımdır ki, artıq bu Konstitusiya Məhkəməsi sözüylə qərarından sonra vərəsəlik münasibətlərinin ciddi dəyişikliyi olduğundan 3 ay müddətində miras qəbul etməyibsə vərəsə, yəni atalat orqanına yaxınlaşaraq mirasdan imtina etməsi barəsində ərizə versin. Və yaxud da ki, qəbul etməyi düşünürsə, Azərbaycan Respublikası Mülk Məcəlləsinin tələbindən irəli gələrək müvafiq notariusdan tələb etsin ki, həmin şəxsin əmlakı siyahıya alınsın. Çünki artıq əmlak siyahıya alınırsa, şəxs məhz həmin əmlakın dəyərini məsuliyyət daşıyır. Deyək ki, bu zaman o miras əmlakın siyahıda alınmağa həyata keçirilmirsə necə olmalıdır? Artıq həmin sözügedən məsələ məhkəmə müstəvisində daşınıbsa, bu zaman vərəsələr çalışmalıdırlar ki, məhkəməyə sübut təqdim etsinlər ki, həqiqətən də bunların əldə etdiyi miras kütləsi miras qayan borcundan azdır. Bundan bağlı nə etmək lazımdır? Bunu da biz xüsusən izah eləyək. Bəzən vətəndaş düşünür ki, mən bunu necə sübuta getiririm ki, bəs həqiqətən miras kütləsi azdır. Belə olan halda biz bildiririk ki, burada kreditorlarla mənafeyini düşünmək lazımdır. Çünki şərt o deyil ki, şəxsin mülkiyyətində daşınmaz əmlak və ya daşınar əmlak olsun. Ola bilsin şəxsin adına evdə qiymətli hər hansı əşya da var, qızıl əşyası var. Təbii ki, bunların dəyər baxımından bunların hər biri miras kütləsinə təsir eləyir. Və onu da qeyd edeyim ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsi yaratmasından bağlı fəaliyyət istiqamətində bununla bağlı 2024-cü ildə 9 nömrəli qərar qəbul olunub. İzləyicilərimiz tövsiyə edirik ki, və həmin qərarda olan mövqeyi də nəzərə alsınlar. Yəni, qısacası budur ki, artıq bundan sonra vərəsəlik münasibətlərində aktiv şəkildə iştirak etməyən miras qoyanın vərəsələri artıq miras qoyanın ötərilərlə bağlı tam məsuliyyət daşımağa məcbur olacaqlar. Onların barəsində əlverişli məhkəmə qərarının qəbul olması isə bayaq qeyd etdiyim kimi onu tövsiyə edirik ki, aktiv şəkildə həm məhkəmələrdə, həm də notariuslarda, müvafiq icraatlarda aktiv iştirak etsinlər. Çox təşəkkür edirik Samiq müəllim. Mənə elə gəlir ki, önəmli məsələlər idi və biz önəmli məlumatlar diqqətlərinə çatdırdıq tamaşaçılarımızın. Biz bu gün
borc münasibətlərini və borc müqavilələrini müzakirə etdik. Qonaqlarımı təqdim eləmək istəyərdim. Bizlə mövzunu müzakirə etdilər. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Zamiq Əliyev və Şərur rayon məhkəməsinin sədri Mehdi Əliyev. Çox təşəkkür edirik. Sıx cədvəlinizə baxmayaraq bizlə mövzunu müzakirə etmək üçün zaman ayırdınız və əziz dəyərli tamaşaçılar, təşəkkür edirik zamanınızı ayırdınız, dəyərli zamanınızdan bizə baxdınız. Ümid edirik ki, sizə faydalı olan məlumatlar vermiş olduq. Təşəkkür edirik, minnətdarıq.